Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qrupumuzdan yararlana bilərlər. Dərs qruplarımız oktyabr qrupuna nələr daxildir? Mövzuların izahı, sual-cavab, hər mövzuya uyğun testlər, aylıq ümumi sınaqlar və proqram müddətində 150-dən çox sınaq işləmək imkanı yaradılır. Bu da sizin üçün imtahanda istənilən suala doğru cavab verməyinizə köməklik göstərir. Ödəniş bu ay üçün qeydiyyatdan keçənlərə 20% endirim olunacaq. Əlaqə nömrəsi 644 31 54 nömrəsinə yazaraq 051 ilə dərs qruplarından yararlana bilərsiniz. Keçək ilk sualımıza. Sualımız belədir ki, 4 rəqəmli ədədin minlik mərtəbə vahidini 2 vahid artırdılar. Yüzlük və təklik mərtəbəsini 6 vahid azaltdılar. Ədəd necə dəyişdi? İlk olaraq 4 rəqəmli ədəddən söhbət gedirsə, yəni ümumiyyətlə minlikdən söhbət gedirsə, minliyi 2 vahid artıranda 1000 vurulsun 2, yəni 2000 vahid artma deməkdir. Yüzlük və təklik mərtəbəsində 6 vahid azaltdılar. Yüzlük 6 vahid azaldanda 600 vahid azalmış olur. Çıxılsın 600. Deməli 600. Təklik də 6 vahid azaldıramsa 6 vahid elə azalmış olacaq. Və 2000-dən 606-nı çıxanda 1394 vahid ədədimiz nə olacaq? Artmış olacaq. Niyə artır? Çünki minliyi 2 vahid artırmışdıq. Digər mərtəbələri azaltsaq belə minlikdə artım olduğuna görə bunların fərqi qədər artım olacaq. Doğru cavab 1394 vahid artdı. A variantı. Növbəti bir sual 2 nömrəli sualdır. Yəni ilkin mövzulardandır suallar, bir neçə mövzu üzərindədir. Deyir ki, verilən ədəddə 7 rəqəmli mərtəbə vahidi, 10 minliklər mərtəbəsinin vahidlərinin sayı, 2 rəqəmli mərtəbə qiyməti və bu ədəddə olan 100 minliklərin sayları cəmini tapın. Ədədimiz məlumdur. Yazaq. Aha. Bu ədəddə 7 rəqəmli mərtəbə vahidi. 7 rəqəmli mərtəbə vahidi təklik, onluq, yüzlük, minlikdir. Bunun mərtəbə vahidi 1000-dir. 10 minliklər mərtəbəsinin vahidlərinin sayı. Təklik, onluq, yüzlük, minlik. 10 minliklər mərtəbəsindəki ədəd nədir? Vahidlərin sayı 5-dir. Bunu 5 olaraq yazacağım. Sonra 2 rəqəmli mərtəbə qiyməti. 2 yüzlükdədir, onun mərtəbə qiyməti 200-dür. Sonra deyir ki, bu ədəddə olan 100 minliklərin sayı. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 643 100 minliyimiz olacaq. Və bizdən ümumi nəticəni soruşduğuna görə deməli, ilk olaraq 1000-i 1000 üzərinə gəl 200 üzərinə 643 üzərinə 5 və bizdən elə bunu tələb eləyirdi. 1848. Doğru cavab B variantında. Keçək növbəti suala. Deyir ki, paltaryanın qiyməti mebelin qiymətini göstərən ədədi minliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 5 dəfə azdır. Mebelin qiyməti 16700 manatdırsa, paltaryanın qiymətinin 5də 1-ni tapın. Aha. Mebelin qiyməti 16700 manatdırsa, yazaq 16700 manat. Və bizə deyir ki, paltaryanın qiyməti mebelin qiymətini göstərən ədədi minliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən. Təklik, onluq, yüzlük, minlik. Bunun mərtəbə qiyməti 6000 olacaq. 6000-dən də neçə dəfə kiçikdir? 5 dəfə. Bölərik 5-ə.
1200 düşür. Və 1200'ün bizə nəyin istəyir? 5'də 1'ini istəyir. Bu da olacaq 5'də 1 hissəsi. Təzədən 1200'ü 5'ə bölüb 1'ə vursaq, doğru cavabımız olacaq 240. Aha, cavabımız olacaq D variantı. Növbəti sualımız 4 nömrəli sualdır. Deyir ki, ədədin oxunuşu necədir? Ümumiyyətlə, ədədləri oxuyan zaman biz bunu siniflərə bölməliyik. Təklik sinifi, minlik sinifi, milyon, sonra da milyard. 9 milyard 64 min 303 və deməli 9 milyard 64 min 303 doğru cavabımız olacaq B variantı. Növbəti sualımız 5-ci sualdır və bizə deyir ki, bu ədəddə 5 rəqəmli mərtəbə qiymətlərinin cəmini hesablayın. Bu tipli misallarda yazıram 95 25 8 303. Bu ədəddə 5 rəqəmlərin istədiyinə görə mərtəbə vahidini istəsə 1 yazacağam 5'lərin yerinə. Amma qiymət istəsə 5'ləri kənara yazıram və boşluqlardakı ədədlərin yerinə 0 qeyd edəcəm. Doğru cavabımız olacaq C variantında. Əgər ki, mərtəbə vahidini istəsəydi, biz bunun yerinə 1, indi deyək ki, bunun mərtəbəsini tapaq, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deyək ki, birinci 5'imizin mərtəbə qiyməti 50 mindir. Amma imtahan üçün ən rahatı bu qaydada yazmaq vaxt ikisinin qarşısını alır. Növbəti sualımız 6 nömrəli sualdır. Deyir ki, 5x minus 8 kiçikdir 166 bərabərsizliyini ödəyən ən böyük natural ədədi tapın. Biz natural ədədi tapmaq üçün çıxmazsa toplayacağıq. 5x kiçikdir. Bunları toplasaq 174 edəcək. X kiçikdir nədən? 174'ü 5'ə bölsəm 34,8 düşür. İndi biz x-in yerinə ən böyük natural ədəd yazmalıyıq. X kiçikdir 34,8'dən. Elə biz bura 34 yazarıq. Çünki 34,8'dən kiçikdir və bu şərti ödəyən ən böyük ədəd ilə 34 olacaq. Doğru cavabımız D variantında. Növbəti sual 7 nömrəli sualdır. 9x plus 9 böyükdür 102 bərabərsini ödəyən ən kiçik natural ədədləri tapın. Baxaq. 9x yəni kiçik böyükdür 102'dən 9'u çıxacaq. Toplama əməlində əksin yerinə yetiririk. Çıxma əməlində də əksin yerinə getiririk. Deməli olacaq 102'dən 9 çıxanda 93. X özü nədən böyükdür? 93'ü biz 9'a bölsək 10,3 düşəcək. Və 10,3'dən sonra natural ədəd hansıdır? 11'dir. Yəni x-in yerinə yaza biləcəyimiz ədəd 11 olacaq. Cavabımız B variantı. Növbəti sual 8 nömrəlidir. 102 kiçikdir x plus 9, o da kiçikdir bərabərdir 113 bərabərsizliyinin də x-in ala biləcəyi ən böyük natural ədəd neçədir? Aha. Deməli, hər tərəfdən 9 çıxacam. Toplama əməlinin olduğuna görə. 102'dən 9 çıxanda 93 kiçikdir x-dən. O da kiçikdir bərabərdir 113'dən də 9 çıxsam 104. Burada şərti ödəyən ən böyük natural ədəd elə 104'dür. Çünki 104 həm özündən kiçikdir bərabərdir işarəsi var. Biz bunun yerinə 104 ədədini yaza bilərik. Doğru cavabımız E variantı. Keçək növbəti sualımıza. 9 nömrəli sual. 12 vur 5 böyükdür
4n minus 6 böyükdür 64 böl 4 bərabərsizliyində x-in ala biləcəyi ən böyük və ən kiçik natural ədədin cəmini tapın. Biz burada necə yazarıq? 12-ni 5-ə vurarıq 60 böyükdür 4n minus 6'dan o da böyükdür 64'ü 4'e bölsək 16. Hər tərəfin üzərinə biz 6 gələcək olacaq 66 böyükdür 4n'dən o da böyükdür 66 16'nın üzərinə də gəlir nəyi 6'nı 22. Hər tərəfi 4'e bölsək 16 tamamda 5 böyükdür n'dən n də böyükdür 22'ni 4'e bölsə 5 tamamda 5 düşəcək. Və bizdən nə tələb edir? Deyir ki, x-in ala biləcəyi ən böyük və ən kiçik natural ədədin cəmini tapın. Aha, ən böyük, ən kiçik 5 tamamda 5'dən böyük 6'dır. Bizdə biz 16 tamamda 5'dən kiçik 16'nı götürə bilərik elə. Toplamda cəmi neçə verəcək? Bizə toplam olacaq 22. Cavabımız olacaq D variantı. Növbəti sualımız 10 nömrəli sualdır. A vur 12 bərabərdir. B vur 8 bərabərdir. C vur 7 bərabərdir. D olarsa A, B, C və D ədədləri üçün aşağıdakıların hansı doğrudur? Birinci ilk növbədə vurma əməlində hərfin yanında əmsal böyükdürsə ədəd kiçikdir. Yəni ən kiçik A-dır. A kiçikdir B-dən, B kiçikdir C-dən, C də kiçikdir D-dən. Yəni əmsalın yanında hərf yoxsa, deməli hərfin yanında əmsal yoxsa ən böyük ədəd deməkdir. D-nin yerində 1 olur. Baxaq görək. A kiçikdir B-dən, A kiçikdir B-dən, B kiçikdir D-dən, C-dən, C də kiçikdir D-dən. Cavabımız olacaq B variantı. Növbəti bir sual. X vur 6 bərabərdir. Y vur 12 bərabərdir. Z vur 3 olduğuna görə aşağıdakıların hansı doğrudur? Deməli, bunu istəyirsiniz azdan çoxa yazaq, yoxsa çoxdan aza yazaq, fərqi yoxdur. Ola bilər ki, hər dəfə bu şərt özünü doğrultmaz. Məsələn, X böyükdür Y-dən, Y də kiçikdir Z-dən. Belə də yazıla bilər. Deməli, X böyükdür Y-dən. Bu variant yoxdursa, baxaq, ən böyük Z-dir. Z böyükdür X-dən, X də böyükdür Y-dən. Cavabımız D variantında qeyd olunub. Bu ardıcıllıq da ola bilər. Növbəti sual 12 nömrəli sualdır. 5A plus 10, 5B plus 8, 5C plus 5 bərabərdir 5D'yə. Olduğuna görə aşağıdakılardan hansı doğrudur? Yəni, əmsallar eyni olarsa, əmsalları silə bilərik. 5'ləri silirəm. Və toplama əməlində, toplama əməlin yerinə yetirəcəyik. Toplama əməlində biz hansı qaydaya diqqət yetirəcəyik? Yəni, böyük olan kiçik olur, kiçik olan böyük olur. Yəni, vurma ilə toplama eyni qaydadır. Əmsalı 10'dursa demək ən kiçik budur. A kiçikdir nədən? B-dən. B kiçikdir C-dən, C də kiçikdir D-dən. Bu şərti ödəyən doğru variant belədir. A kiçikdir B-dən, B kiçikdir C-dən, C də kiçikdir D-dən. Cavabımız C variantı. Növbəti sual 13 nömrəli sualdır. 18A bərabərdir, 8B'yə bərabərdir, 10C'yə bərabərdir. D bərabərini ödəyən natural ədədlər üçün aşağıdakı variantlardan hansı doğrudur? Yenə də bu vurma əməlidir. Vurma əməlində böyük olan, əmsalı böyük olan kiçik olur. A kiçikdir C-dən. C kiçikdir B-dən, B də kiçikdir D-dən. Şərti ödəyəcək variant budur. Deməli,
Ola bilər ki, demək, cavab variantlarında fərqli verə bilər. Cavab variantlarında fərqli verirsə, biz də fərqli baxacağıq. Demək, məsələn, D variantına baxaq. A kiçikdir B-dən, bu doğrudur. B böyükdür C-dən, bu da doğrudur. C kiçikdir nədən? D-dən. Bu variant yoxdursa, deməli bu varianta baxmış olacaq. Cavabımız olacaq D variantı. Növbəti sual 14 nömrəlidir. Saat 8:00-da məktəbə çatmağı planlaşdıran uşaq 7:45-də yolun 3/2 hissəsini getmişdir. Uşaq planlaşdırdığı vaxtdan 4 dəqiqə gec dərsə çatmışsa, uşaq yola neçə dəqiqə zaman sərf etmişdir? Deməli, uşaq planlaşdırdığından 4 dəqiqə gec dərsə çatırsa, 8:04-də çatır. 04-də. Çünki gecikir. Yolumuz 3 hissədən ibarətdir. 1 hissə, 2 hissə, 3 hissə. Bunun 3/2-sini gedir. Bax, bu hissədə, bu hissədə. Saat neçədə olub? 8:04-də məktəbdə olub. 8:04-də. Amma 7:45-də də burada olub. Bir hissəni görə neçə dəqiqə gedib? 15, o da 4, 19 dəqiqə. Əgər ki, uşaq bir hissəni 19 dəqiqə gedibsə, bütün hissələri 19 dəqiqə gedəcək. 19, 19. 19-u da vuracaq 3-ə, 57 dəqiqə. Doğru cavabımız E variantında. Növbəti bir sual. İclas 11:00-da başlayır və əvvəlcə direktor 15 dəqiqə çıxış edir. Daha sonra 6 müəllim hərəsi 8 dəqiqə olmaqla çıxış edir. Çıxışlar arası 1 dəqiqə fasilə olduğu, ən sonunda direktor iclası bitirmək üçün 8 dəqiqə çıxış edir. İclas saat neçədə bitər? 11:00-da başlayıbsa, bu öz yerində. 15 dəqiqə çıxış elədi direktor. 6 müəllim hərəsi 8 dəqiqədən 6 vur 8, 48 dəqiqə. Sonda da bir dənə 8 dəqiqə direktor çıxış edir. Və direktor 1 müəllim, 2, 3, 4, 5, 6 müəllim, bir də direktor yenə. 8 danışıq olur, 7 ara olur. Hər ara 1 dəqiqədənsə 7-ni 1-ə vuracam. 7 dəqiqə fasilə gedir. Ümumi olaraq hesablasaq, gəlin hesablayaq. 15, 48, üzərinə gəl 7, üzərinə gəl 8. Toplamda 78 dəqiqə edir. Bu özü də 1 saat 18 dəqiqə edir. 11:00-da başlayıbsa, 1 saat 18 dəqiqəni gəlsək, 12:18-də bitəcək. Doğru cavabımız olacaq C variantı. Növbəti sual bu illəri imtahanlarda istifadə olunan, MİQ imtahanlarında istifadə olunan sual tipidir. Deyir, Bakı-İstanbul təyyarəsi saat 16:20-də havaya qalxır. Ayselin evindən hava limanına qədər yol 1 saat 15 dəqiqə getmək olar. Onlar uçuşdan 2 saat əvvəl hava limanında olmaq üçün evdən saat neçədə çıxmalıdır? Birincisi, həmin arada itilən zamana baxaq. 1 saat 15 dəqiqə yoldursa, 2 saat əvvəldən gedirsə, 2-ni də üzərinə gəlirəm. 3 saat 15 dəqiqə edir. Əgər ki, bu 16:20-də çıxacaqsa, 3 saat 15 dəqiqəni çıxıram. 05, 13. 13:05-də evdən çıxmalıdır. Doğru cavabımız E variantı. Növbəti sualımız 17 nömrəlidir. Deyir, 6766 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda ədəd necə dəyişər? Təklik, onluq, yüzlük, minlik. Altdan sonra 7 gəldiyinə görə olacaq 7000. 7000-lə nəyi çıxacam? 6766-nı. Və aradakı fərq neçə eləyir? 234. Əslində 234 vahid artmış olacaq. Doğru cavab D variantında. Növbəti sualımız 18 nömrəli sualdır. 8600A 9 ədədini
A-nın yerinə neçə müxtəlif rəqəm yazsaq, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8600 alınır. Baxaq, A-nın yerinə elə bir ədədlər yazmalıyıq ki, rəqəmlər yazmalıyıq ki, bunlar 6-ya təsir eləməsin. Təsir eləmirsə 0, 1, 2, 3, 4-ü yaza bilər. Yəni artım verməyəcək rəqəmlər. 5 rəqəmi yazmaq mümkündür. Növbəti sualımız 19 nömrəli sualdır. 5500A8 ədədində A-nın yerinə neçə müxtəlif rəqəm yazsaq, minliklərə qədər yuvarlaqlaşdırdıqda 6000 alınır. Burada baxaq 5500A8 təklik, onluq, yüzlük, minlik. Minliklərə qədər yuvarlaqlaşdırsan 5-dən sonra 5 gəlir, 6000 verir bizə. Yəni A-nın bizim heç bir misalımıza aidiyyəti yoxdur. İstənilən rəqəmləri yaza bilərik. Neçə rəqəmimiz var? 10 rəqəm. 10'unu da yaza bilərəm. Növbəti sual 20 nömrəli sualdır. Deyir ki, 45000 AB3 ədədində minliklərə qədər yuvarlaqlaşdırdıqda ədəd 483 vahid azalır. Buna görə A vurulsun B hasili neçədir? Əgər ki, ədəd 483 vahid azalırsa, olur neçə? 45000 olur. A ilə B-nin yerinə 4 ilə 8-i yazaram və 3 də qalar yerində. 5-dən sonra 4 gəldiyinə görə onsuz artım vermir, olur elə 45000. Və 4 ilə 8-in də hasili bizə neçə verir? 32. Doğru cavabımız olacaq D variantı. Suallarımız bu qədər. Növbəti suallarımız qarışıq suallardan ibarət olacaq. Burada bir neçə mövzuya uyğun test sualları izahını verdim. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Sağ olun, salamat qalın.